İskəndərlə gəlmişik suşinin dadına baxmağa, yoxlamağa görə necədir? Getmişdik Sushi Yakutse, sushiların dadına baxmağa. Dostlar, deməli Sendai setdən mega set sifariş vermişəm. İndi görək burada dadları necədir. Hamının sevdiyi suşinin dadına baxacağam ilk öncə. Philadelphia'nın Soya batıraq, soya sosuna. İndi keçək qızardılmış suşinin dadına baxmağa. Qeyd edeyim ki, sushiləri düyülə doldurmamışdılar. Krevetkalı suşinin dadına baxaq. Yəni baxın, həcmi də böyükdür. Setdəki rolların dadına söz ola bilməz. Həqiqətən də dadlı idi. Yeganə bəyənmədiyim bu yaşıl rol və qırmızı rollar idi. Qiymətləndirməmə gəldikdə isə daha doyumculuq, vaxtında sushilər gətirdiklərinə görə 10 üzərindən 9 bal verərəm. Bəyənmədiyim üstü yaşıl və qırmızı rollar idi. Bir də dostlar, zəhmət olmasa İskəndərin bu videosunu like eləyin, kanalına da abunə olun. Bu pullu reklam deyil. Gəlir restoranlara, Bəli. baxır, yoxlayır, düzündə deyir. Olanı deyirəm. Abunə olun səfəsinə, məni sevənlər abunə olun. Ən çox bəyəndiyim isə Philadelphia və pendirli rollar idi. Qardaşımın dediyi kimi kanala abunə olun, videoyu bəyənin və izləmədə qalın. Bəs sizcə ən dadlı sushilər harada verilir? Şərhdə yazmağı unutmayın.